Azərbaycan Milli Elmlər Akademiyasında illik iclas zamanı akademik və alim professorlarımızın güya yatmalarını həqiqət də olsa belə montaj edib şantajla efirə verən nakəslərə müraciət edirəm. Yatanlardan biri atan, anan, baban, nənən, özün olsaydı bunu yayardın, efirə verərdinmi? Bu alimləri özünə valideyn bilmək yerinə gülüş obyekti edirsən. Halbuki Sovet dönəmində çətin sınaqlardan çıxıblar. Bütün ali məktəblərdə tələbələri təhsil verirlər. Əgər onları təhqir etmək məqsədləriniz var idisə, sizin atuza, zatuza, ənvatuza, var ansaruza lənətlər olsun. Bu elm ocağına Ramiz Mehdiyev gözü ilə baxırsınız. Oradakılar Ramiz Mehdiyev və sizlərdən qat-qat səviyyəli alimlərdirlər. Ən azından insanlardılar. Əgər o iclasda Lütfizadə rəhmətlik belə olsaydı, siz ona da Ziya Bünyadova da eyni münasibət bəsləyərdiniz, lağa qoymağa çalışardınız. Xalq sizin ağlınızda deyil. Alimlərimizə meydan hərəkatının qızğın çağında mikrofonu ələ keçirən Nemət Pənahlı gözü ilə baxanlara ar olsun. Müraciətimi sabiranə xitabla bitirirəm. Heç bir utanırsınız, ya bir usanırsınız, əl-minnət lillah odlara yanırsınız. Sitatın sonu isə belədir. Qədim Roma atalar sözüdür. Əsil döyüşçü o deyil ki, süngüyə keçib. Əsil döyüşçü odur ki, əlində süngü var. Siz o alimlərin əlində olan süngüyə keçənlərdənsiniz. Bir daha sizlərə ar olsun.